Buraya yığılan valideynlər və Elşad Ağayev adına Tovuz rayon Cəlili kənd tam orta məktəbinin müəllim kollektividir. Onlar müəllimi şagirdə qarşı heç bir təlim-tədris qaydalarına sığmayan davranışda ittiham edirlər. Kamera qarşısına keçmək istəməyən valideynlər bildirirlər ki, məktəbin dərs-tədris hissə müdiri Zeynəb Həsənova şagirdlərin saçını özü qırxır. Sən sinifdə oxursan? 5B. Ruslan, sənin saçını kim qırxır? Zeynəb müəllim. Məktəbin zavusu. Niyə qırxır saçını? Bilmirəm, uçunmuydu. Əvvəlcə sənə demişdim ki, saçını qırxdırarsan. Demişdim. Amma sənin saçını kim qırxır? Zeynəb müəllim. Hündürdən almış. Zeynəb müəllim. Zeynəb müəllim qırxır. Niyə qırxdı sənin saçını? Uzun idi biraz. Çox uzun deyildi. Demişdi. Demişdi. Nur, sənin saçını kim qırxır? Zeynəb müəllim. Mən birinci dəfə xəbərdarlıq elədi hamıya. Sonra da hamı lazım olan yerindən kəsdi. Zeynəb Həsənova isə səslənən ittihamlarla razılaşmır. Tapşırıq verdim ki, uşaqlar, saçlarınızı nizam eləyin, uyğunlaşdırın, 2 santıdan uzun olmasın. Yəni deyirsiniz ki, uşaqların saçını siz əl vurmamışsınız. Mən uşaqların saçını əl vurmuram, özləri edirlər. Axırınızda yəni bax bu uşaqlar, şagirdlər deyirlər ki, saçımızı Zeynəb müəllimə kəsib. Yəni siz deyirsiniz ki, mən şagirdlərin saçını kəsməmişəm. Mən tapşırıq vermişəm və uşaqlara tapşırmışam ki, saçlarınızı nizama qoyun. Rayon Təhsil Şöbəsi məktəbdə yaranan anlaşılmazlıqla bağlı xüsusi komissiya yaradıb. Burada hansı tərəfin şagirdlərlə bağlı münasibətlərdə, valideyn-müəllim münasibətlərində, valideyn-məktəb münasibətlərində hər hansı anlaşılmazlıq aşkara çıxacaqsa, mütləq günahkar olan tərəf müvafiq qanuna müvafiq şəkildə cəzalandırılacaq. Bizə isə qalır komissiyanın araşdırmalarının yekun nəticəsini gözləmək. Təbii ki, ədalətli qərar təlim-tərbiyə müəssisəsi olan orta məktəblərdə bu kimi xoşagəlməz halların yaranmasının qarşısını alacaq. Vüsal Nazim, Cümşüd Bayramlı, Eldəniz Qəzənfəroğlu, Tovuz.